Bax, bu gün sabah evlənirsən. Heç kim istəməz ki, balasının öyüd ağılsın, yaxşımı? Gələn kimi qıza başa salırsan ki, mama de, ana, yaxşımı? Əzizim, mən istəmərəm ailəmizdə söz-söhbət olsun. Mən heç öz mamama mama demirəm. Qaldı ki, Reyhanı mama deyim. Qadan qalın, bax 30 ildir mən bu evdə köz salmışam, amma heç vaxt mənim evimin sirri yayılmayıb. Gələn kimi o qızın telefonun əlindən alırsan, bax evimizin sirrini yaymasın ha, mamasını at bloka. Bax o da mənim bir qızımı yenə deyirəm. Mən gündə 2 saat mamamla telefonda danışmasam, alnası iş deyil. Ona müdaxilə edən olsa nə olacaq? Nə olacaq? Heç nə, birinci asan xidmətdə, sonra da məhkəmədə görüşəcəyik. Bax, bu evin tək oğlusan ha. Birdən qız gələr deyər, mən qaynana ilə qalmıram. Məni xoş dəqiqəmin verilişinə çıxartırım oğul. Düşünürəm ki, evlənən kimi başqa ev alaq, başqa evə köçək. Çünki atalar yaxşı deyib, el ilə sığar, ev evə sığmaz. Mən çox istəyirəm Reyhanı, prosta üzün görməyəndə.